əsasən artıq tutduqdan ənənə şəklində qaldı. Keçən ildə bu vaxtda toplanmışdı. Çəhrayı Oktyabr süd vəzi xərçəngində. Gəlin doktor, gəlin heç nəmiş. Süd vəzi xərçəngi erkən diaqnostika və müasir yanaşmalar adı altında Çəhrayı Oktyabr ayında bilirik ki, yəni süd vəzinin xəstəlikləri ilə, ən çox da xərçəngi ilə maarifləndirmə ayıdır və heç birimiz buna biganə yanaşa bilmərik. Çünki bir çox spikerlərin ağzından eşitdiyimiz hər 8 qadından biri, ona da açıqlama gətirəcəm. Deməli, 2022-ci ilin qeydiyyatına əsasən dünya üzrə 2.300.000 qadın süd vəzi xərçəngi ilə mübarizə aparmışdır və 670.000-dən çox qadın bu xəstəlikdən həyatını 670.000-dən çox qadın bu xəstəlikdən həyatını itirmişdir. Ona görə də çox aktual bir mövzudur, diqqətli olmalıyıq, düzgün yanaşmalıyıq və nə qədər erkən dövrdə diaqnostikası olunarsa, bir o qədər 99% hətta sağalma ehtimalı var. Ümumiyyətlə, sanki bu qadın, hər bir qadın, belə deyək, 8 qadından biri ömrünün əgər 70 ilini yaşayırsa, 12-13% risk daşıyır ki, bu xəstəlikdən əziyyət çəksin. Ona görə də vaxtında diaqnostika, müasir yanaşmalar bu xəstəliyin qarşısını almaqda bizə kömək edir. Ümumiyyətlə, burada mən öz müəllimimdən həmişə qadınların süd vəzini sanki çiçəyə bənzədir. Atinusları var, axarları var. Yəni, hər bir qadın sadəcə güldür, çiçəkdir və süd vəzi də sırf qadınlara xas olan bir orqandır. Ona görə də ona biganə yanaşmamalıyıq. Yaş üstü qeyd etmişəm, nəyə görə? Çünki süd vəzilərin, keçən səfərkin təkrarı olmasın deyə, süd vəzilərin əsas funksiyası ondan ibarətdir ki, ömrünün hansısa bir çağına gəlib çatdıqda süd ifraz etsin. Yəni, qadın dünyaya uşaq gətirdiyi ərəfədə süd vəzilərin işi, funksiyası tamamlanmış olur. Süd istehsalından sonra süd vəzilərinin işi ömründə neçə dəfə olursa, bir qadın ömründə neçə dəfə dünyaya uşaq gətirirsə, o zaman tamamlanmış olur. Və 40 yaş üstü nəyə görə biz faktoru aid edirik? Ona görə ki, 40 yaş üstü qadınlarda bu axarlar, atinuslar, burada baş verən hormonal dəyişikliyə tez-tez məruz qalır və artıq onların DNT-si pozulur. Pozulmuş DNT də gələcəkdə süd vəzinin xərçənglərinə gətirib çıxara bilir, səbəb ola bilir. Plus burada ailə anamnezi mütləq şəkildə vacibdir. Biricə ageni əsas qeyd etmək istədiyim, əgər ailəsində, xalasında, anasında, bibisində, yaxın qohumunda süd vəzi xərçəngi aşkar olunmuş pasientlər varsa, mütləq şəkildə onların skriningi hətta 30 yaşdan başlamalıdır. Bu risk faktoru 30 yaşa qədər enmiş olur. Hormonal faktorlar da eləcə də dedim, erkən menarx olan qızlarımız, gecikmiş menopauza qadınlarımız da süd vəzi xərçəngi riski daşıyır. Estrogen terapiyası, oral kontraseptivlər, yəni arzu olmaz hamiləlikdən qorunmaq üçün istifadə olunan oral kontraseptivlər və yaxud da mən menopoza girirəm, doktor, istəmirəm, uzadılsın vaxtı deyən qadınlar da mütləq şəkildə əvvəl süd vəziləri müayinə olunmalıdır. Ondan sonra onlara estrogen terapiyası olunmalıdır ki, gələcəkdə arzu olunmaz xərçəng